Salam, hər vaxtınız xeyir olsun əziz müəllimlər. Bugün sizinlə bərabər 6-cı sinifin 19-cu mövzusu, yəni insan həyatında qida məhsulları mövzusunun izahına baxırıq. İnsan orqanizmində dayanmadan maddələr mübadiləsi gedir və bunun üçün orqanizmə böyük miqdarda enerji lazımdır. Enerjimizi biz maddələr mübadiləsi vasitəsilə xərcləmiş oluruq. Orqanizmə lazım olan həyat enerjisinin əsas mənbəyi isə nədir? Qidadır. Bizə lazım olan enerjinin mənbəyi qida sayılır. Dərinin, saçların, dırnaqların sağlamlığı, insanın daxili orqanlarının normal fəaliyyəti düzgün və hərtərəfli qidalanmadan asılıdır. Yəni bizim sağlamlığımız düzgün və hərtərəfli qidalanmadan asılıdır. Normal qidalanmayan orqanizmdə insanın immuniteti azalır, səhhəti pisləşir. Tez-tez soyuq dəymə, qan azlığı, yaz yorğunluğu, dişlərdə kariyes halları müşahidə edilir. Bəs qida məhsulları dedikdə nələr nəzərdə tutulur? Bura zülallar, yağlar, karbohidratlar, vitaminlər, mineral maddələr və su aiddir. Bunlar bizim qida məhsullarımız olur. Zülallar orqanizmin hüceyrə və toxumalarının əsasını təşkil edir. Zülallar nəyi təşkil etdi? Orqanizmin hüceyrə və toxumalarının əsasını təşkil etdi və orqanizmin yoluxmalara qarşı mübarizəsində iştirak edir. Zülallar yoluxmalara qarşı mübarizədə iştirak edir. Onlar orqanizmimizin əsas tikinti materialı hesab olunur. Nə? Zülallar. Əgər insan qida ilə az zülal alarsa, fiziki və zehni gücü azalır, mədə-bağırsaq fəaliyyətinin, sisteminin fəaliyyəti pisləşir, qocalma prosesi tezləşir. Zülalımız az gələrsə nə olur? Fiziki və zehni gücümüz azalır, mədə-bağırsaq sistemimizin fəaliyyəti pisləşir və qocalma prosesi tezləşir. Zülal heyvan və bitki mənşəli olur. Heyvan mənşəli zülallar və bitki mənşəli zülallar. Heyvan mənşəli olanlar yumurta ağında, süd məhsullarında, ətdə, balıqda olur. Bitki mənşəli zülallar isə göbələyin, qozun, fındığın, şabalıdın və paxlalı bitkilərin tərkibində rast gəlinən zülallardır. Burada şəkil 1-də zülallarla zəngin olan ərzaqlar göstərilib. Baxın, süddür, kəsmikdir, ətdir, yumurtadır, pendirdir, balıqdır. Bunlar nə oldu? Heyvan mənşəli zülallar oldu. Burada paxlalı bitkilər göstərilib, lobya çeşidləri və çörəkdə isə bunlar isə nə oldu? Bitki mənşəli zülallara aid oldu. Baxaq mövzumuzun digər hissəsinə. Yağlar. Yağlar isə orqanizmin əsas enerji mənbəyidir. Əsas enerji mənbəyimiz nədir? Demişdik ki, bizim orqanizmimiz dayanmadan maddələr mübadiləsi gedir və bunun üçün bizə enerji lazımdır. Bizim orqanizmimizdə gedən o maddələr mübadiləsi nəticəsində bizim enerji mənbəyimiz fəaliyyətə keçir. Yəni yağlarımız, yağlar yandırma prosesi həyata keçirilir. İndi yağlara baxırıq ki, yağlar hüceyrələrin tərkibinə daxildir və orqanizmin maddələr mübadiləsində fəal iştirak edir. Baxın, bu mövzunun birinci cümləsidir. Yağlarda bitki və heyvan mənşəli olur. Günəbaxan, qarğıdalı, kətan, zeytun, kakos və soya yağları bitki mənşəli yağlardır. Şabalıd yağı da yazılır. Bitki mənşəli yağların burada içində verilmədiyinə görə o şabalıd yağını biz düzgün variant kimi götürmürük. Daha sonra bitki mənşəli yağlar orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır. Yəni həzm prosesini yaxşılaşdırır. Heyvan mənşəli yağlar isə kərə yağı, heyvan içi yağı, balıq yağı heyvan mənşəli yağlara aiddir. Əgər insan qida ilə həddindən artıq çox yağ alırsa, az enerji sərf edirsə, heyvan mənşəli yağlar qalın dəri altı piy qatı yaradır və orqanizmdə yığılır. Bu zaman isə piylənmə və artıq çəki meydana çıxmış olur. Burada şəkil 2-də yağ mənbələri göstərilib. Gördüyümüz kimi bu günəbaxan yağıdır. Daha sonra xama, süd, balıq yağı, normal yağdır, zeytun yağıdır, ətdə. Daha sonra fındıq, badam və qozun tərkibində isə yağlar var. Daha sonra keçirik karbohidratlara. Karbohidratlar isə məlumdur ki, karbohidratların hesabına orqanizmimizin əsas enerji xərcləri bərpa olunur.
Əsas enerji mənbəyimiz dedik ki, yağlardır. Əsas enerji xərclərimizin bərpası isə karbohidratdır. Yəni biz karbohidrat almaqla bədənimizdə deməli enerji xərcləri bərpa olmuş olur. Karbohidratlar əsasən bitki mənşəli ərzaqlarda olur. Əsasən karbohidratlarla ən zəngin qida məhsulu isə dənli bitkilərdir. Dedik, əsasən bitki mənşəlilərin tərkibində olur. Ən zəngini isə nədir? Dənli bitkilərdir. Karbohidratlarla zəngin ikinci yeri isə tərəvəzlər tutur. Ən zənginimiz dənlilər oldu, ikinci yeri isə tərəvəzlər tutdu. Karbohidratın çatışmazlığı zamanı orqanizm zəifləyir, halsızlıq, baş gicəllənmə, tez-tez aclıq halları baş verir. Təbii ki, karbohidratların mənbəyi burada göstərilib. Qarabaşaqdır, qənddir, daha sonra üzümdür, makarondur, paxlalı bitkilərdir, almadır, çörəkdir, kökdür, turpdur, kartofdur və kələmdir. Bunlar karbohidrat mənbəyidir. Burada tərəvəzlərin tərkibində olan və dənli bitkilərin tərkibində olan karbohidratlar göstərilib. Karbohidratların da artıq qəbulu piyələnməyə gətirib çıxarır. Bu da bildiyimiz kimidir. Məsələn, çörəyi, makaronu, qarabaşaq, qənddən çox istifadə ediriksə, təbii ki, piyələnmə halları baş verəcək. Tərəvəz və meyvələrin tərkibində olan karbohidratlar çox xeyirlidir. Bunlardan istifadə edə bilərik. Karbohidratlar demək olar ki, bağırsaqda həzm edilmir və enerji mənbəyi deyil. İndi enerji mənbəyimiz demişdik nələrdir? Yağlardır. Deməli, tərəvəzlərin, meyvələrin tərkibində olan karbohidratlar enerji mənbəyi deyil. Yəni, onlar bizim orqanizmində yağ olaraq depolanmır. Enerji mənbəyimiz yağ idi. Bu karbohidratlar isə bizdə enerji mənbəyi, yəni yağ yaratmır. Onlar bağırsağın işini tənzimləyir və deməli, toxluq hissi yaradır. Keçirik vitaminlərə. Vitaminlər insan orqanizmində yaranmır. Enerji mənbəyi olmasa da, yəni yağ olmasa da, sağlamlığımızın və həyatımızın qorunması üçün olduqca vacibdir. Bunun üçün qida ilə bol miqdarda vitamin almaq lazımdır. Bu da sual olaraq düşür ki, vitaminlər hansı şəkildə olur? Həb şəklində, inyeksiyalar şəklində deməli istehsal edilir. Amma ərzaqların tərkibində olan vitaminləri qəbul etmək daha yaxşıdır. Onlar orqanizmin bütünlüklə tez bir zamanda soğurulur. Daha sonra deyir ki, yalnız orqanizmdə kəskin çatışmazlığı olan bir vitamini biz həb şəklində qəbul edə bilərik. Digərini isə meyvədən, tərəvəzdən, yəni qidadan almamız məsləhət görülür. C vitamini yoluxmalara qarşı müqaviməti artırır. Nə artırır? C vitamini soyuq dəymə zamanı qəbul edilir. C vitamininin əsas mənbələri nədir? Təzə tərəvəz, meyvə, gilə meyvə, xüsusən itburnu, şirin bibər, qara qarağat və sitrus meyvələridir. Bunlar və deməli turşuya qoyulmuş kələmdə C vitamini mənbələrinə aiddir. Baxırıq davamına. Burada C vitamini mənbələri göstərilib. Şəkil 4-də deməli nədir? Baxın, qara qarağatdır, daha sonra itburnudur, pomidordur, bibərdir, soğandır, kələmdir, limondur və s. Bilmək lazımdır ki, C vitamini hava və günəş işığının təsirindən istidən asan parçalanır. Həmçinin uzun müddət saxlanıldıqda istifadə üçün yararsız olur. C vitamini havanın, günəşin işığından, həmçinin də istidən asan parçalanır və uzun müddət saxlamaq üçün yararsız olur. Bu C vitamininə aid olanlarda keçirik növbədə A vitamini. A vitamini dərinin sağlamlığında böyük rolu var. Bundan sonra E vitamininə baxacağıq. Orada da dəri haqqında deməli E vitaminində dəriyə faydası var. Amma baxırıq nəyə? Dərinin sağlamlığı. Baxın, burada A-lar çoxdur. A vitamininə aiddir. Sağlamlıq A. O gözlərin selikli qişasının görmənin bərpası üçün olduqca gərəklidir. A vitamini nələrin tərkibində var? Məsəl üçün bir nümunə olaraq kökü göstərə bilərik ki, gözlərin də yaxşı deməli görməsi üçün kök yeməyimiz tövsiyə olunur. Deməli nədir? Görmənin bərpası üçün olduqca gərəklidir. Hansı vitamin? A vitamini. A vitamini həmçinin orqanizmin yoluxmalara qarşı müqavimətini artırır. İndi bizdə deməli orqanizmin yoluxmalara qarşı mübarizəsini, müqavimətini artıranlar nələr oldu? Birinci zülallardır. Zülalın tərifində nə demişdik? Dedik ki, zülallar orqanizmin yoluxmalara qarşı mübarizəsində iştirak edir.
Nələr? Zülallar. Daha sonra dedik nəyi? C vitaminin. C vitamini haqqında nə dedik? Bunu yuxarı qaldıraq. C vitamini haqqında dedik ki, orqanizmin yoluxmalara qarşı müqavimətini artırır və soyuq dəymə zamanı qəbul edilir. C vitamini də yenə nə oldu? Yoluxmalara qarşı müqavimətini artırdı. Həmçinin A vitamini, A vitaminində də baxın burada yazılıb, orqanizmin yoluxmalara qarşı müqavimətini artırır. Bir çox və vacib həyati proseslərə təsir edir. İndi bizə yoluxmalara qarşı kömək eləyənlər hansı oldu? Bu 3 dənə, deməli, ikisi vitamindir, biri isə qida maddəsi hesab edilir. Daha sonra baxırıq nəyə? Bu vitamin xüsusən böyüyən orqanizm üçün vacibdir. Bəli, A vitaminindən deməli böyüyən orqanizm üçün istifadə edilir. A vitamininin çatışmazlığı zamanı görmə qabiliyyəti korlanır. Nə demişdik? Görmənin bərpası üçün vacibdir. Baxın, burada yazılıb ki, görmənin bərpası üçün olduqca vacibdir. Deməli, onun çatışmazlığı zamanı görmə qabiliyyəti korlanacaq. Dərinin sağlamlığı üçün lazımdır. Deməli, o olmasa nə olacaq? Dəri qabıq verməyə başlayacaq. A vitamini bitki mənşəli ərzaqlarda, çay tikanının, yer kökünün, şirin bibərin, başqa qırmızı, narıncı rəngli meyvələrin tərkibində olur. Tərəvəzlər bişirilərkən bu vitamin kifayət qədər yaxşı qalır, amma günəş şüaları altında parçalanır. C vitamini demişdik, həm isti emalda parçalanır, həm günəş şüasından, həm havadan, həm də uzun müddət saxlanıldıqda yararsız olur. Amma A vitamini günəşdə parçalanır, bişərkən amma kifayət qədər yaxşı qalır. Yağlarla birlikdə qəbul ediləndə yaxşı həzm edilir. Bunun üçün yer kökü salatına mütləq xama əlavə deməli edilir. Xama və yaxud da ki, yağ. Deməli, A vitamini nələrlə birlikdə yeyildikdə daha faydalı olur? Deməli, yağlarla birlikdə. Baxırıq, deməli, mövzumuzun digər hissəsinə. Burada A vitamini mənbələri göstərilmişdir. A vitamini mənbələri hansılardır? A vitamini mənbələri, baxın, yağlar göstərilib. Burada balıq yağı, kök, soğandır, yumurtadır, bibərdir. Bunlar A vitamini mənbələrdir və yaxud da ki, digərlərdə olsun. Sonra keçirik nəyə? D vitamininə. D vitamini isə sümüklərin sağlamlığı üçün vacibdir. D vitamini sümüklər üçün orqanizmdə günəş şüaları altında yaranır. Heyvan və bitki mənşəli ərzaqlarda, xüsusən də yağlı balıq növləri, qaraciyər, kürü, yumurta D vitamini ilə zəngin qida məhsullardır. D vitamini harda yarandı? Günəş şüaları altında. Baxırıq sonra E vitamininə. E vitamini əzələlərin möhkəmlənməsi, dərinin normal vəziyyəti üçün lazımdır. Dərinin normal vəziyyəti E vitaminindədir. Dərinin sağlamlığı üçün isə A vitamini yazılmışdır. A, deməli, o maddələr mübadiləsində iştirak edir, yağların həzm olunmasına kömək edir. Biz demişdik ki, A vitamini nələrlə birlikdə qəbul edildikdə daha faydalı olur? Yağlarla. Deməli, A vitaminini E vitamini ilə bərabər qəbul etdikdə daha faydalı olur. Yəni, yağların həzm olunmasına kömək edir. Ən çox bitki mənşəli yağların tərkibində deməli, E vitamini olur. Nəyin tərkibində olur? Bitki mənşəli yağların. Baxırıq B qrup vitaminlərinə. B qrup isə karbohidratların həzmini tənzimləyir. Qan, damar və mədə, bağırsaq, sinir sisteminin işinə təsir edir. Neynədir? Həzmi tənzimlədir. Karbohidratlarla dedik, ən zəngin bitkilər nədir? Dənli bitkilər. Dənli bitkilərin də tərkibində təbii ki, B qrup vitaminləri var. Ona görə də karbohidratların həzmini tənzimləyir. Qan, damar, mədə, bağırsaq, sinir sisteminin işinə təsir edir. Baxın, bu təsir edir, yadda saxlayırıq. Digər tərəfdə, deməli, bu haqqında da yenə məlumat olacaq. Bir çox dənli və paxlalı bitkilərin tərkibində B qrup vitaminləri var. Bəli, istemal zamanı B qrup vitaminlərin 20-40% itir. Neçəsi itdi? 20-40-ı. Baxırıq PP vitamininə. PP vitamini mədə, bağırsaq orqanlarının fəaliyyətini tənzimləyir. Mədə, bağırsaq burada da var. Amma plus əlavə olaraq sinir sistemi də var. Xırda damarları genişləndirir, bu PP-yə aiddir. Xırda damarları genişləndirir görürüksə, sadəcə PP vitamini götürürük. PP vitamini mənbəyi ət məhsulları və dənli bitkilərdir. Ət məhsulları ilə deməli,
ət məhsullarının zəngin olduğu ən böyük vitaminlərdən biri də PP vitaminləri sayılır. Digər tərəfə keçək. Aha. Baxın, belə saxlayın bunu. Dondurulmuş ərzaqlarda PP vitamini yaxşı qalır. İsti emal zamanı isə onun 15-30% itir. Amma demişdik ki, nələrdə? Deməli, B qrup vitaminlərində 20-40% itir. Mineral maddələr sinir, qan damar, mədə bağırsaq sisteminin işini təmin edir. Neynədir? İşini təmin etdi. Amma B qrup vitaminləri neynədir? Qan damar, mədə bağırsaq, sinir sisteminin işinə təsir elədi. Deməli, B qrup vitaminləri təsir edir. Təsir. Aha, bura yerləşdirə bilmədik. Bunu buradan silək. Bircə dəqiqə. Aha. Deməli, B qrup vitaminləri təsir edir. Təsir edir. Amma mineral maddələr isə təmin edir. Təmin edir. Bunu yadda saxlayırıq testlərdə ayırmaq üçün. Neynədir? Biri qan damar, mədə bağırsaq sisteminin işinə təsir etdi, biri isə onu təmin etdi. Həmçinin orqanizmin müqavimətini artırır, immuniteti yüksəldir. Müqaviməti artıran bir başqa, deməli, qida maddəmiz mineral maddələr hesab edilir. Bu mövzumuz da bu qədər.